Hamıya salam dostlar. Mən Anar Tosayev. Bu ilin Frital məzunuyam. Eləcə də bugünün dərsini sizə mən deyəcəm, bu kampın dərsini. Ekran görünür hamıda yaxşı. Bəli. Əla. Deməli mən leaderboarda baxdım. Yəni buradakı bəzilərinin massivdən xəbəri var, belə çıxır ki. Öncəliklə bir sual soruşaq. Gəlin, ümumiyyətlə daha öncə kimlər massiv işlədibdi? Əl qaldırın. Görünüşə görə çox adam işlədibdi. Ona gəlin biz mövzuya keçək. Həm bilənlər üçün belə təkrar olsun ümumi detallarla bağlı, həm də ki bilməyənlər də öyrənmiş olar. Deməli dostlar, massiv nəyə deyilir? Siz indiyənə kimi, yəni müəyyən dəyişənlər keçdiniz, data tiplər keçdiniz. Hansılar ki, məsəl üçün integer yazırıq, adını yazırıq və daha sonra da dəyişən adı gəlir. İndi isə siz bu şeyləri, dəyişənləri elə bil inputdan qəbul edirdiniz, nəsə əməliyyat aparırdınız onların üzərində və sonra da outputa verirdiniz. Amma təsəvvür eləyin ki, sizə inputda çoxlu sayda dəyişən verilir də. Təsəvvür eləyin 15 dənə data verilir sizə. Hər biri üçün ayrı dəyişən saxlamağınız, yəni real deyil də. Burada artıq massivlərə ehtiyacınız olur. Massivlər necə olur? Məsəl üçün adi bir integer massivi quraq. 2, 5, 6, 10, 90. Yəni bu cür bir massiv qurduq məsələn. Öncəliklə massivin data tipini yazırıq və sonra massivin adı və kvadrat mötərizə daxilində həmin massivin nə qədər ədəddən ibarət olduğu, nə qədər data saxladığı bir növ. Məsələn, bu bizim oldu bir integer massivimiz. İstənilən data tipin massivi ola bilər. Məsəl üçün string massivi quraq indi məsələn nümunə kimi. Məsələn B olsun bu. Olsun 3. Məsələn rəngləri yazırıq. Məsəl üçün red, blue, məsəl üçün black. Bu da oldu məsəl üçün bir string massivi. Gəlin indi bunu kodda yazaq. Bu adicə, yəni yazdığım kimi qeyd olunur. Int a olsun məsəl üçün 4 bərabərdir 1, 2, 3, 4. Massivləri əlbəttə ki özünüzün yəni həmişə bu cür yazmağına ehtiyac yoxdur. Yəni inputdan, outputdan nətər alınır? Gəlin onu görək. Məsəl üçün 4 uzunluqlu bir massivimizdir bu bizim. 0-dan elə 4-ə kimi gedirik. Hə, mən indeksləməni demədim. Massivlərdə elə bil ki, hər bir ədədə nətər əksəs eləyirik, nətər tapırıq o ədədləri. Hər bir elementin bir indeksi olur və indeksləmə massivlərdə 0-dan başlayır. Bu 0-cı indeks, bu 1-ci, bu 2-ci, bu 3-cü, bu da 4-cü. İndi mən istəsəm ki, bu massivimin, yəni tutaq ki, bu ədədini alım, mən A1 yazmalıyam. Məsələn, gəlin elə bunu birbaşa yazaq. Hələ keçməyək input output'a. Məsəl üçün nə yazmışam orada mən? 2, 5, 6, 10, 90. Mən məsəl üçün indi output'a 5 vermək istəyirəmsə, mən yazmalıyam ki, cout A1. Yəni birinci indeksini çıxışa verəcək bu kod indi. İndi gəlin baxaq nətər input və output'a alırıq. Adicə 0-dan 5-ə kimi gedirik. Yəni hər bir indeksinə baxırıq. Normal dəyişənləri nətər input-output eləyirdiksə, massivlərdə də elə olacaq. Çox da fərqli bir şey yoxdur əslində. Burada bir şeyə əsas fikir verməlisiniz ki, bu out of bounds eləməyəsiniz. Yəni ki, massivin uzunluğu nə qədərdirsə, məsələn, massivin uzunluğu 5-də, burada da gördüyünüz kimi ən böyük indeks 4-dür. Yəni 5-ci indeks deyilən bir şey yoxdur. Siz indi burada necəsə bir səhv eləsəz, hansı ki, yəni keçən dəfə kodlarınıza baxırdım, hansısa kodda bu cür bir xəta var idi ki, bəs n-dən indekslənibdi məsəl üçün, bir dəyişən götürülübdü də. N indeksləmə aparılıb, amma
for dövrünün içərisində birdən indeksleme aparılıbdır bu cür. Yəni bu gördüyünüz kimi burada n-ci indeksə qədər gedir bərabər. Amma massivdə n-ci indeks yoxdur. Bu sizə bəzən xəta verməyə bilər, yəni kompleksiya xətası verməyə bilər. Amma bu o demək deyil ki, o düz işləyir, o səhv işləyir. Amma bəzən ola bilər ki, o yaddaşda elə bil ki, sizin elə bil ki, massivin tutaq ki, yaddaşın bu cür nəzərdə tutaq da, massiv tutaq ki, yaddaşda 3 elementli bir massivdir və bir saniyə. Bunlardakı onun elementləridir. Massivimizin elementləri 1 olsun, 4 olsun və 5 olsun. Bura bunun yanındakı yerdir. Bura massivin bir hissəsi deyil, amma siz massivin bir hissəsi olmayan bir yerə data yazırsınız. Və buna access eləyəndə sabah bir gün nəsə problem yarana bilər də. İndi məsəl üçün sadə kodlarda problem üzə çıxmır, amma yəni çıxa bilər. Ona görə buna diqqət eləməyiniz lazımdır ki, bəs nədən indeksləmisinizsə elə onunla da gedəsiniz. Yəni bir indeksləmədəsə məsəl üçün n+1 yazmağınız lazımdır. Ümumiyyətlə massiv məlum oldu hamıya, yəni bu təməl məlumatlardır. Yəni əgər nəsə məlum olmayan varsa, buyur. Əl qaldırmışsınız. Hə, yəni əgər nəsə məlum olmayan varsa buraya kimi desin, aydınlaşdıraq. Hər şey aydındır mənim. Keçək növbəti hissəyə. Deməli, massivi biz main funksiyasının daxilində də qeyd edə bilərik və qlobalda da qeyd edə bilərik. Burada bəzi fərqlər əmələ gəlir. Məsələn, siz tutaq ki, main funksiyasının daxilində qeyd eləmisiniz də massiv. Məsələn, baxın, mən burada main funksiyasının daxilində işlədirəm. O zaman massivin başlanğıc elementləri belə bir termin var, garbage value'dur. Yəni ki, yəni bir növ kod tərəfindən random ədədlər təyin olunur. Doğru. Məsəl üçün bax, mən buraya yazsam indi cout A0. Yəni baxın görün nə çıxışa verəcək. Yəni mən random bir ədəd. Yəni sizin bu ədəd təxmin eləmək kimi bir şansınız yoxdur. Amma əgər siz eyni massivi əgər yuxarıda təyin eləsəz, qlobalda təyin eləsəz, o zaman qlobalda təyin olunan massivlərin başlanğıc elementləri 0 olur. Yəni buna diqqət eləməyiniz lazımdır. İndi məsəl üçün eksperiment üçün baxaq. 0 verdi. Yəni əgər istəyirsinizsə ki, massivin başlanğıc elementləri 0 olsun, ya burada qeyd edib özünüz manual şəkildə sıfırlamağınız lazımdır. Bir-bir hər indeksə baxıb. Buyur. A-yı bərabərdir 0. Yaxud da ki, elə acə qlobal massiv olaraq təyin eləməyiniz bəsdir. Bir də ki, qlobal massivlərlə lokal massivlərin, yəni main daxilində ifadə olunan massivlərin bir də fərqi var ki, bəs qlobaldakılar təxmini 10^7-yə qədər ədəd saxlaya bilir. Yəni maksimum qoya biləcəyiniz sayda. Main funksiyasında isə bu azdır. Yəni nisbətən azdır. Təxmini 10^5, 10^6-ya kimi. Bu cür bir fərq də var bu ikisi arasında. Bir də ki, belə bir şey də var. Siz, məsəl üçün, bayaqları mən yazdığımda acə dəyişən qəbul edirik və massivin ölçüsü kimi həmin dəyişəni qoyuruq. Məsəl üçün, burada bir problem yoxdur. Amma eyni şeyi siz burada eləyə bilmirsiniz, məsəl üçün. N bərabərdir, tutaq ki, 100 qoyaq. Bir dənə də, məsəl üçün, massivimiz olsun. B massivi. Bn. Bu bizə xəta verəcək. Hətta gəlin run eləyək, baxın görün nə xətası verir. Deyir ki, array bound is not an integer. Yəni siz bir növ əgər qlobalda massiv təyin eləyirsinizsə, siz koda bunun təminatını verməlisiniz ki, bəs bu konstantdır. Yəni mən bu dəyişəni sabah bir günü dəyişməyəcəm, başqa bir ədəd qoymayacağam. Çünki massivin ölçüsü dəyişdirilə bilməz. Yəni massiv başlanğıcda hansı ölçü ilə təyin olunubsa, axıra qədər də o cür getməlidir. Ona görə buraya bir dənə const yazmalısınız ki, bu konstant dəyişən olsun və kod düz işləsin. Belə, main və global fərqini də izah elədiyimizə görə artıq massiv üzərində müəyyən işlər apara bilərik. Ümumiyyətlə, sizə suallarda necə olacaq? Sizə həmişə demək olar ki, bir n dəyişəni verəcək başlanğıcda, hansı ki olacaq massivimizin uzunluğu.
Siz də en uzunluqlu bu cür bir massiv quracaqsınız və gedəcəksiniz bir-bir götürəcəksiniz bütün ədədləri və tutaq ki, hansısa bir sual bizdən istəyir ki, bu massivdəki ən böyük dəyəri tap, maksimum dəyəri tap. Bu zaman nə edirik? Bizim bir maksimum dəyişənimiz olsun və o dəyişəni bərabər eləyək birinci ədədə, birinci value-ya. Və həmin value-nu bir-bir bütün indekslər arasında iterate eləyirik və yazırıq ki, maksimum, yəni bu dəyişən bərabərdir bununla indi baxdığımız indeksə. Yəni bir növ bir-bir gedirik və hamısının maksimumunu alırıq da qısacası görsəndiyi kimi və veririk çıxışa. Burada bu arada şey də eləyə bilərsiniz. Birinci ədədə bərabər eləmək əvəzinə, yəni aydındır ki, bunu şey eləyə bilmərik də, biz boş saxlaya bilmərik də. Çünki burada müqayisə aparırıq. Müqayisə yəni burada boş bir value-nu random bir ədədlə müqayisə aparacaqdır. O biraz risksidir. Buraya bir şey qoymaq lazımdır. Buraya çox kiçik bir ədəd də qoya bilərsiniz. Hansı ki, yəni qarantiyadır ki, massivin bütün elementlərindən balacadır da. Burada belə bir şey də, bilmirəm bunu daha öncə görmüsünüzmü, amma kodlarda zətdə görəcəksiniz. Göstərim ki, məlumatınız olsun. Burada int max deyilən bir şey var. Int minimum deyilən bir şey var. Long max var. Bir də long minimum var. Siz məsəl üçün əgər maksimumu tapmaq istəyirsinizsə, başlanğıcda buraya int minimum yaza bilərsiniz. Hansı ki, int minimum nədir? Yəni int data tipinin saxlaya biləcəyi ən kiçik ədəd. Hansı ki, səhv eləmirəmsə, -231 çıx 1 olmalıdır. Bu cür bir ədəd olmalıdır. Yəni nəzərə alsaq ki, int data tipi 32 bitlikdir. Yəni onun saxlaya biləcəyi ən minimum data budur. Longdakı 64 bitlik bir data tipdir. Onunki daha böyükdür də. O 264-ə qədər saxlaya bilir. Həm müsbət, həm mənfi tərəfdən. Hə, yəni kodlarda filan bu cür bir yazılış görsəz, yəni bilin onu. Ardından biz şeyə keçə bilər. İndi tutaq ki, bizdən şey istəmir. Value istəmir, dəyərini istəmir. Bizdən soruşur ki, maksimum dəyərin hansı indeksdə olduğunu tapın. O zaman artıq bizim maksimum dəyişənimiz var ha burada. Bu artıq dəyər olmayacaq. Bu indeks olacaq. Baxın. Bayaqlar biz bunu A0 yazırıq. İndi 0 yazırıq. 0. Və for dövrünün içində bir-iki dəyişikliyi aparırıq. Baxın necə bir dəyişiklik. Hər dəfəsində gedirik və əgər bizim A-imiz, gəlin bunu elə sizdən soruşaq. A-imiz əgər A-maxdan belə olarsa, o zaman maksimum bərabərdir i. Dostlar, sizcə hər dəfəsində biz buna kiçikdir yazmalıyıq, yoxsa böyükdür yazmalıyıq? Nəzərə alsaq ki, maksimumu tapmalıyıq. Nə zaman bu if şərtinin içərisinə girməlidir sizcə? Böyük olanda. Bəli, düzdür. Elə bu işarə olanda. Ona görə ki, biz, yəni o zaman bu if şərtinin içərisinə girməliyik ki, yəni maksimumu i-yə mənimsətməliyik ki, o zaman ki, bizim indi tapdığımız ədəd a-imiz bizim a maksimumuzdan əvvəlki tapdığımızdan böyük olsun. Bu o deməkdir ki, yəni indiyənə qədər gördüyümüz ən böyüyü budur. Ona görə də yəni bu cür yazırıq və ən böyük maksimum indeksi tapmış oluruq. Eyni şeyi minimum üçün də eləyə bilərik. Yəni sadəcə burada bu işarəni dəyişdirməyimiz bəs eləyir. Bir də ki, gəlin belə bir şey də soruşaq. Məsəl üçün burada massivimiz var da, hansısa massivimiz var. Məsəl üçün 6 uzunluqlu olsun. 3 olsun, 2 olsun, 5 olsun, 1 olsun, 5 olsun, 5 olsun məsələn. Bir saniyə. Hə. Biz indi bu kodu yazdıq. Bu bizə verəcək cavab. Məsəl üçün bu cür bir massiv verdiyi də inputa. Sizcə bu, indi buradakı maksimum ədəd, yəni göründüyü kimi 5-dir də. Bu gətirib bizə bu indeksi verəcək, bu indeksi verəcək, yoxsa bu indeksi verəcək? Bu kod bizə hansını verəcək? Müəllim birincini. Birincini verəcək, bəli. Yaxşı, mən istəyirəm ki, mənə sonuncu indeksi gətirib versin. Bu kod üzərində nə kimi bir dəyişiklik apara bilərəm ki, bizə sonuncu indeksi versin? Bərabərlik işarəsini əlavə eləyə bilərsiniz. Bəli, düzdür.
bərabərlik işarəsi. Bu nəyə görə belədir? Çünki kod, yəni bir-bir iterate eləyir də hamısını. Bu gələcək indi, məsələn, biz indi 0 götürmüşük də indeksi. Gələcək birinci başlanğıcda bu 3-dür. 3 ilə 3-ü müqayisə eləyəcək, if şərtinə girməyəcək ümumiyyətlə. Sonra girəcək bu 2-yə. 2 ilə 3-ü müqayisə eləyəcək. 2 3-dən kiçikdir, maksimum elə 0-da qalacaq indeks. Sonra gələcək 5-ilə müqayisə eləyəcək və 5-i mənimsədəcək. Daha doğrusu indeksi mənimsədəcək. Maksimum olacaq 2. Ardından davam eləyəcək. Bu 1 onsuz aydın məsələdir ki, girməyəcək. Bu 5-də isə mən istəyirəmsə ki, bu gəlib bizə maksimum, daha doğrusu sonuncu indeksi versin. O zaman mən böyük bərabərlik yazmalıyam ki, bu gəlsin və if şərtinin içərisinə girsin. Bu yenə bir dənə 5 görəndə. Çünki yazmasam, yəni girməyəcək də. Çünki 5 5-dən böyük deyil, böyük bərabərdir. Heç nə. İlk indeks son indeksində ayırdığımıza görə burada səhv eləmirəmsə bir dənə sual olmalı idi. O maraqlı sualdır. Sayma massivi. Deməli dostlar, indi bu öyrəndiyimizdən istifadə eləyərək biraz fərqli bir məsələ var burada. Məsələ bundan ibarətdir ki, bizə maksimum dəyəri istəmir. Massivdə ən çox təkrarlanan dəyəri istəyir. Yəni, məsələn, nümunə yazaq bura. 3-dür, 4-dür, 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 5-dir, 6-dır. Massivimizin uzunluğu da neçədir? 6-dır. Belə bir massivimiz var bizim əlimizdə. Bizdən istəyir ki, ən çox təkrarlanan dəyəri tap. Biz burada nə edə bilərik? Burada gördüyünüz kimi əlavə bir dənə massiv yaradır. Hansı ki, say V, yəni buradakı V. Bu o deməkdir ki, V qiyməti bizim massivimizdə. Baxın, say bizə verilən massiv deyil ha. Say bizim qurduğumuz massivdir. V qiymətinə neçə dəfə rast gəlinib. Yəni, bizə verilən massivi bu massivə çevirəcəyik indi. Baxın, acı burada kod var, kod üzərində izahləyəcəm indi. Hər dəfəsində x ədədini inputdan götürür və x-i, say x-i artırır bir vahid. Yəni, bizim massivimiz necə bir şey olacaq? Say massivimiz say 6 yazaq da tutaq ki, bərabərdir. 0, 0, tutaq ki, 0 indeksləmə aparırıq da indi. 0-cı birdir. Yox, gəlin belə yazaq. Bərabərdir 0, say 1 bərabərdir 0, say 2 bərabərdir 0. Çünki 0, 1, 2 heç vaxt rast gəlməyibdir bizə massivdə. Amma say 3 bərabər olacaq 1-ə. Say 4 bərabər olacaq 3-ə. 3 dəfə təkrarlanıb çünki. Say 5 bərabər olacaq 1-ə. Say 6 da ki, bərabər olacaq 1-ə. Dostlar, indi biz bu massivi əldə elədik ya. Bu massivdə tapmalı olduğumuz acə nədir? Acə şeydir də, bu bayaqları elədiyimiz şeydir də, maksimum value-nun, maksimum dəyərin indeksini tapmaq. Çünki burada maksimum olan o deməkdir ki, ən çox təkrarlanıbdır. Burada da adicə gördüyünüz kimi bunu tapdıqdan sonra elədiyi şey elə bizim bayaqları elədiyimizdən eyni şeydir. Yəni acə gedir 1-dən 100-ə kimi və maksimum value-nun indeksini tapır. Burada bir şey diqqət yetirin ki, burada bizə qeyd eləyibdir ki, kiçik diapazondadırsa. Yəni, məsələn, burada 1-100 aralığı, 1-1000 aralığı. Yəni, massivin maksimum dəyəri ilə, yəni biz ayrı bir massiv qura bilərik də. Yəni, bayaq burada yazdığımız kimi, yəni, limitlidir bizim massiv qura biləcəyimiz yer. Əgər 10 üstü 9-a qədərdirsə, məsəl üçün bizdəki ədədlər, biz bu yolu işlədə bilməyəcəyik. O zaman nə edə bilərik? Onu artıq gələcək dərslərdə öyrənəcəksiniz. Ayrı data strukturlarla onu eləyəcəksiniz. Aydın oldu buraya kimi? Yəni kimisə nəsə sualı varsa versin indi də. Aydındır. Əla. İndi burada bir dənə tapşırıq var. N ədəd verilir. Neçə fərqli qiymət var? Neçə fərqli qiymət var? Yəni eyni şeydir. Demək olar ki, bundan eyni şeydir. Sadəcə bəzi dəyişikliklər var. Yəni bizdən bu dəfə istəyir ki, fərqli distinct dəyərlər tapaq. Yəni yenə eyni massivi qururuq. Yəni eyni söhbət olacaq. Sadəcə burada if for dövrünün içərisində sadəcə deyəcəyik ki, bəs bunun dəyəri 0-dan böyükdürsə əgər, o zaman bir dənə count-u artır. Çünki əgər bunun say massivindəki onun yeri 0-dırsa, deməli ümumiyyətlə bu massivdə iştirak eləməyibdir. Yox, əgər 0-dan böyükdürsə, hansısa bir dəyərdirsə, deməli massivdə var.
Yəni count-u plus eləyirik. Da bunu şey eləmirəm, simulyasiya eləmirəm. Məncə artıq buna ehtiyac yoxdur o qədər də. Ardından bizdə massiv üzərində biz burada maksimumu tapdıq, minimumu tapdıq, indekslər filan tapdıq. İndi tutaq ki, bu bizdən istəyir ki, sən ikinci maksimumu tap. Bizə verilən massivdə, məsələn, random bir dənə massiv quraq da gəlin. Məsələn, 3-dür, 2-dir, 10-dur, 9-dur, 5-dir, 6-dır. Bir dənə də olsun 2, yox, bir dənə olsun 4. Bir dənə 7 ölçülü bir dənə massivimiz var. Bizdən maksimumu istəmir, bizdən ikinci maksimumu istəyir, hansı ki 9-dur. İndi bunu tapmaq algoritmi ilə tanış olaq. Burada hətta bunun hazır kodu olmalıydı. Gəlin. Dostlar, öncəliklə bu algoritmi belə fikirləşməyinizi istəyirəm. Bizdə 2 dənə dəyişən olacaq. Bir M1 olacaq, bir də M2 olacaq. M1, M2-ni bu cür fikirləşin. Bu tutaq ki, biraz aşağıda eləyək. Bu tutaq ki, olsun bizim M1-imiz. Bu da olsun bizim M2-miz. Ədəd oxu kimi fikirləşin də, yuxarıya çıxdıqca müsbətdir. Aşağıya düşdükcə də azalır. İndi algoritm belədir ki, bu M1 bizə indiyənə kimi gəldiyimiz maksimumu göstərəcək. M2 isə ikinci maksimumu göstərəcək və həmişə M1 M2-dən böyük bərabər olmalıdır, aydındır ki. Və başlanğıcda çox balaca dəyərlər qoyulubdur. Yəni dediyim kimi siz burada int min də yaza bilərsiniz. Yəni o daha şeydən nətər deyim, rahat yoludur. İndi hər dəfəsində bizə tutaq ki, iterate eləyirik də 0-dan n-ə kimi. Bizə tutaq ki, təzə bir ayı gəlibdir. Təzə bir ayı. Bunu müqayisə eləməyə çalışaq. Bu ayının 3 ehtimalı var. Ya bura aid olacaq. Yəni həm M1-dən böyük olacaq, həm M2-dən. Yəni onsuz M1-dən böyük olsa M2-dən də avtomatik böyük olur. Ya bu ikisinin arasında bir dəyər olacaq. Ya da ki, ikisindən də balaca olacaq. İndi özümdən bir ədəd qoyum M1-ə. Tutaq ki, indiyənə kimi gördüyümüz maksimum 6-dır. İndiyənə kimi gördüyümüz ikinci maksimum isə 4-dür. Bizə indi gəlibdir 8. Baxdığımız ədəd 8-dir. Necə bir şey yaşanacaq? Bu, birinci yoxlayır ki, ayı M1-dən böyükdürmü? Yəni, soruşur ki, bəs bu kateqoriyaya aiddir bu. Əgər elədirsə, o zaman burada yerləri elə bil dəyişir də, shift olunur. İkinci maksimumu bərabər eləyir birinci maksimumu. Yəni, bu ədəd gəlir bura. Yəni, indiyənə kimi maksimum olan artıq ikinci maksimumdur. Niyə? Çünki daha böyüyü gəlibdir. Gəlin, update eləyək bunu. Bu olacaq 6. Və indi tapdığımız ədədi isə, ayını isə mənimsədir M1-ə. Bu da olacaq 8. Baxın, kodda da belədir. M2 bərabər olur M1-ə, M1 də bərabər olur A-ya. Yalnız burada diqqət eləməli olduğunuz bir şey var ki, bu ikisinin sırası çox vacibdir. Yəni, birinci bunu yazmalısınız, sonra bunu. Çünki birinci M1-i A-ya mənimsətsəz, o zaman ikisi də eyni ədədə bərabər olacaq da. M1 bərabərdir A, sonra M2-də M1-ə nə mənası var onun? Yəni, birinci, yəni sıraya diqqət eləməlisiniz. Əgər bu A-yı, yəni hər ikisindən də böyük olmasa və ikisinin arasında bir ədəd olsa da, tutaq ki, məsəl üçün burada yazıram mən 6-dır, 8-dir, 7 olsun. Bu zaman belə bir şey olur ki, bu, buradakı if şərtinə girmir. Buradakı bu şərtə girməlidir bu. Və acı yoxlayır ki, məsələn, bu 7-dirsə, əgər M1-dən balacadırsa, M1-ə təsirləmir. Daha aydın söhbətdir ki, bu M2-dən böyük olur və M2-ni update eləyirik sadəcə. M2 də bərabər olacaq 7-yə. Əgər bu da alınmırsa, deməli bu o deməkdir ki, bu ümumiyyətlə ikisindən də balacadır və heç bir əlaqəsi yoxdur ümumiyyətlə. Nə M1-ə təsir edəcək, nə də M2-yə. Axırda da cavabımız olacaq M2. Belə. Aydın oldu necə tapırıq ikinci maksimumu? Bəli. 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 Mama, o səsinə bax.
Hə, indi dostlar, sizin şeyiniz Vicaz qrupunuzda 1-2 dənə sual var. Hansılarının ki, həlli yolu biraz oxşardır. Məsələn, burada Y sualına nəzər salaq bir dənə. Burada sual bizə nə deyir? Deyir ki, sizə bir dənə massiv verilibdir və bu massivin ən uzun artan ardıcıllığını tap. Artan deyəndə non-decreasing, yəni azalmayan, yəni bir növ böyük bərabər də ola bilər. Məsəl üçün, bu massivdə nə olacaq cavab? 1, 3, 4 olacaq. Gördüyünüz kimi ən uzun artan alt ardıcıllıq budur. Burada isə cavab 3-dür, çünki ümumiyyətlə massiv özü elə artandır. İndi bunu nətər tapırıq? Bir saniyə. Hə. Burada gördüyünüz kimi biz 2 dənə dəyişən saxlamağımız lazımdır birinci. Bu bizdə ümumi cavab olacaq. Bu cıvı ümumi cavabımız olacaq. Bu isə müvəqqəti. İndi baxın. Biz bir-bir gəlirik. Fikir verirsinizsə burada 1-dən başlayıb şeyi. Çünki 0-dan başlamayıbdır. Çünki niyə? Burada ay böyük bərabərdir. Ay bundan əvvəlki indekslə bunu nəzər eləyirik də, müqayisə eləyirik. Əgər 0-dan başlasa bu -1-ə gələcək. Baxın, xüsusilə də bu cür yerlərdə diqqət eləmək lazımdır ki, bu out of bounds verməsin o bayaqki dediyim söhbətə görə. Bu başladı buradan. Müqayisə eləmə. Hətta yəni bunu elə şey eləyim. Yazın bura. Aha. Bizim 2 dənə dəyişənimiz olsun. Biri olsun. Biri olacaq L, biri də olacaq çıvı. Bunlar ikisi də başlanğıçda 1-dir. Niyə? Çünki yəni ən pis hal nədir? Ən pis hal odur ki, bütün massiv azalandır. Yəni ən pis halda belə bu şeydir. Yəni heç olmasa bir uzunluqlu artan alt ardıcıllıq vardır. Çünki ayrıca bir indeks belə öz içərisində artandır. Hə. Bu gedir nə edir? Birinci yoxlayır. Bu əvvəlkindən böyük bərabərdirmi? Yəni bu qanuna uyğunluğu davam eləyirmi? Qanuna uyğunluğu davam eləyirsə, o zaman adicə bunu şey eləyir. Saniyə. Bunu eləyir 2. Və axırda da gedir cavabı update eləyir ki, bəs burada acə max-a yaza bilərsiniz, amma fərqi yoxdur. Cavab da bərabər olacaq 2-yə. Yəni birinci indeksindən qurtardıq. İndi keçdik daha doğrusu ikinci indeks, sıfırdan indeks edirsə ikinci indeksə. Burada görürsünüz bu 1. Deyir ki, bu 1 əvvəlkindən böyükdürmü? Yox, 1 2-dən böyük bərabər deyil. O zaman else şərtinə girir və bunu 1-ə bərabər eləyir. Bayaqdan artırdığı bu counteri indi bərabər eləyir 1-ə. Bu o deməkdir ki, bu 1 əvvəlki gələn qanuna uyğunluğa tabe olmadı. Tabe olmadısa, bu artıq özü yeni bir qanuna uyğunluq başladır. Deməli, bizim dəyişənimiz bərabər oldu 1-ə və burada da update eləyir. Heç bir təsiri olmur. Çünki yəni indi tapdığımız cavab indiyənə kimi tapdığımız ən böyük cavabdan böyükdür. İndi keçdik 3-ə. 3 deyir 1-dən böyük bərabərdirmi? Böyük bərabərdir. Deməli, bizim dəyişənimiz bərabər oldu 2-yə və maksimumdakı elə 2 idi olsun. Və indi gəldi bu 4-ə. 4 əvvəlkindən böyük bərabərdirmi? Böyük bərabərdir. Dəyişəni artırdı 1 vahid. Elədi 3 və burada da baxdı. Bəli, indi tapdığımız cavab daha böyükdür. Cavab elədi 3. İndi gəldi çatdı son indeksə. 1. 1 əvvəlkindən böyükdürmü? Xeyr, böyük bərabər deyil. Dəyişəni elədi 1. Else dövrünə girdi. Else şərtinə girdi. Və cavabadakı təsirləmədi və bizim nəticədə cavabımız oldu 3. Belə. Aydın oldu mu dostlar? Bəli. Bəli, əla. Hə. Deməli dostlar, indi bizdə bir dənə funksiya var. Siz PDF-i oxuyanda, orada da PDF deyəndə web saytı oxuyanda orada bir funksiya ilə tanış olacaqsınız. Funksiyanın adı swap'dir. Öncəliklə baxın, istənilən dəyişənlər arasında swap eləmək olar, eləcə də massivin elementləri arasında. Məsəl üçün, int a bərabər olsun 5-ə, int b bərabər olsun 4-ə,
Mən istəyirəm ki, A-nın dəyəri B-yə mənimsədilsin, B-nin də dəyəri A-ya mənimsədilsin. Yəni A 4 olsun, B də 5 olsun. Nə edə bilərəm? A-ca yaza bilərəm ki, swap A ilə B. Swap nə tər işləyir dostlar? Burada müəyyən bir temporary dəyişən götürür. Bu temporary dəyişən bərabər olur bu ikisindən birinə, məsələn A-ya. Ardından A bərabər olur B-yə, B də bərabər olur A-ya. Bu cür bir şey olur. Yəni baxın, bu A-nın dəyərini bir növ yadda saxlayır ki, bu A-nı B-yə mənimsədəndə A itməsin. B-ni də A-ya mənimsədəndə, yəni bunu gəlin bu cür visualize eləyək. Baxın, məsəl üçün 2 dənə stəkanınız var sizin. Məsələn, bu olsun qırmızı maye. Bu olsun göy maye. Biz istəyirik ki, bu stəkandakı keçsin buna, bu stəkandakı da keçsin buna. Bizə nə lazımdır? Bizə üçüncü bir stəkan lazımdır, düzdürmü? Biz nə edəcəyik? Biz AC götürəcəyik, buradakını tökəcəyik bura. Bura boşaldım. Bunu gətiririk bura. Bunu da ki gətiririk bura. Yəni bu temporary dəyişəni bir növ şey üçündür. Yəni bu stəkan kimidir, bu üçüncü stəkan kimidir. Yəni bu nə oldu? Bu bizdə swap'in ümumiyyətlə işləmə məntiqi oldu da, yəni. Swap bu cür işləyir. İndi sizdən bu cür bir şey lazım ola bilər ki, məsəl üçün massivi tərsinə çevirmək lazımdır. Amma ikinci bir massiv işlətmədən. İkinci bir massiv işlədərək nə tər eləyə bilər? Məsəl üçün bizim bir dənə massivimizi quraq bir dəqiqə. Ayrıca əvvəl var idi, bir də onu geri qaytarım. Hə. Ayrıca bir dənə int b-ni qurarıq. For dövründə gedərik. N-ə kimi və b-yi bərabər olar a n çıx i çıx 1-ə. Yəni bu cür qurmaq olar, amma bizdən bunu istəmir də tutaq. Bizə deyir ki, mütləq swap ilə, swap işlət. Nə tər işlədə bilərik? Biz for dövründə gedirik və massivin yarısına kimi gedirik ancaq. Yəni tam getmirik, yarısına kimi gedirik və bunu yazırıq. Swap a ilə bu elementin tərsindən olan ekvivalenti, yəni a-ın çıx i çıx 1. Bu necə işləyir və niyə işləyir həm tək üçün, həm cüt üçün soruşa bilərsiniz. Gəlin elə bu cür tapaq. Bunlar məsəl üçün yumrular tutaq ki, bizim indekslərimizdir. Bizim olsun neçə? 5 dənə 5 ölçülü olsun da. Bu olacaq 0-cı, bu olacaq 1-ci, bu olacaq 2-ci, bu olacaq 3-cü. Bu da olsun 4-cü. Bu yarıya kimi gedir ancaq. 5. N'imiz 5'dir. 5 bölü 2 neçədir? 2'dir. Yəni 2'yə kimi gedir, amma 2-dən kiçik. Yəni 0-a və 1-ə baxır. Düzdür? 0-a baxdı, bundan bunu əvəzlədi. 1-ə baxdı, bundan bunu əvəzlədi. Düzdür. Yəni middle, ortadakı elementə baxmağına heç ehtiyac yoxdur. Çünki onu nə ilə dəyişdirəcək. Və cüt ölçülü massivlərdə də işə yarayacaq eləcə də. Məsələn, 4 ölçülü bir dənə bizim massivimiz var. Burada gəlin elə bunu tekstinə yazın. 0-dır bu, 1-dir bu, 2-dir və 3-dür. Nə edəcək? Burada 4 bölü 2 neçədir? 2-dir. 2-yə qədər gedəcək. 2 daxil olmamaqla. 0 və 1. Gedəcək bundan bunu əvəzləyəcək. Bundan da bunu əvəzləyəcək. Və massivimiz tərsinə çevrilmiş olacaq. Aynı oldu swap'in məntiqi və burada necə işlətdiyimiz. Bəli. Əla. Belə uşaqlar, belə yaxşı getdik. İndi 1-2 dənə sual var burada, maraqlı sual. Gəlin onları da başa salaq. Məsəl üçün burada IQ test sualı hardaydı burada? Hə, de burada. Burada sualın şərti belədir ki, dostlar. Bizə bir dənə massiv verilibdir. Bu massivdə bir dənə element tək və cütlüyünə görə digərlərindən fərqlənir. Yəni bu nə deməkdir? Ya bütün elementlər cütdür, yalnızca bir dənəsi təkdir. Ya da ki, bütün elementlər təkdir, yalnız bir dənəsi cütdür. Deyir ki, həmin o fərqli olan elementin indeksini tap deyir bizə. Məsəl üçün, burada baxaq. 2-dir, 4-dür, 8-dir, 10-dur. Bunlar cütdür, 7 isə təkdir. Bizə də bunun indeksini verir 3. Burada bu arada birdən indeksləməli, fikir verirsə əgər. Burada da ki, aydın məsələdir ki, ikinci indeks fərqli olan. Ümumiyyətlə,
Suala bir ideyası olan, necə implementasiyası ilə bağlı bir fikri olan var. Qoy kimisə fikrini eşidək, sonra izah eləyək. Kimin fikri varsa, danışmaq istəyirsə əl qaldırsın. Tamam, o zaman özüm izah eləməli olacağam. Dostlar, burada biz öncəliklə birini seçməliyik, yəni cütü seçək də susaq ki. Biz hansısa random biri ilə gedirik və onun countunu hesablayırıq da. Yəni bizdə aydın məsələdir ki, n bizdə 3-dən böyük bərabər olacaq. Yəni mütləq bir dənəsi azınlıqda olacaq da. Yəni yoxsa sualın məntiqi olmazdı da. Ya təklər azınlıqda olacaq, ya da cütlər azınlıqda olacaq. Biz məsəl üçün gedirik cütlərin countunu hesablayırıq. Və sonra isə gedirik. Burada bu cür bir dəyişən var. Bu yazılışı görmüsünüz uşaqlar. If dərsində görmüsünüz bunu. Yəni aydınsa bu izah eləməyim də. Yəqin hamınız bilirsiniz bu nətər işləyir. Elə deyilmi? Bu sual qoyulub bu cür mötərizə daxilində. Bu yaz... O mənası nədir? Mən bilmirəm. Hə, onda izah eləyək. Dostlar, bu bir saniyə kodu götürüm. Dostlar, bu qısacası bilirsiniz nə deməkdir? If count bərabərdirsə 1-ə, o zaman CS bərabərdir 0-a, else CS bərabərdir 1-ə. Bu deməkdir. Yəni CS bərabər bu bir sətirdə yazmaq üçün istifadə olunur. Birinci bu if şərtini yazır deyə, bu if şərtindəki bu if eynisini yazır. Sonra bir dənə sual işarəsi qoyur. Əgər bu true'dursa, bu düzdürsə, gəlir 0 dəyərini mənimsədir bu dəyişəni. Əks təqdirdə bu 2 nöqtədən sonraki hissəyə mənimsədir. Yəni bu bundan ekvivalentdir. Belə bir şey. Hətta gəlin bunu silək. Belə. Gəlir nə edir? Cütlərin sayını hesablayır. Və sonra gəlir deyir ki, əgər mənim bu tapdığım, mənim cütlərimin sayı əgər 1-dirsə, mənim bu dəyişənim 0 olsun. Deməli, mənim azınlıqda olanım şeylərdir də, cütlərdir. Əks təqdirdə mənim azınlıqda olanım təklərdir. Və gedir bu tapdığı fərqli olanın hansı olduğu da, 0 yoxsa 1 olduğu da modulu. Gedir, bir-bir gedir və tapan kimi deyir ki, bunun indeksini çıxışa ver və break eləyir. Yəni, məsələnin ideyası bu cürdür. Gəlin bir də üstündən gedək. Gedir, cütlərin sayını hesablayır. Əgər elə cüt idisə bir dənə olan, elə də saxlayır. Əgər tək idisə, əgər cütlərin sayı birdən çoxdursa, deməli təklərin sayı bir dənədir də. Orada bir dənə tək var. Ona görə CS-ni 1 eləyir, əgər təkdirsə, çünki modulu 1-dir də. Və gedir, əgər hansısa elementin modulu buna bərabər olsa, deməli elə həmin ədəddir bu tək olan, bir dənə olan və onu verir çıxışa. Dostlar, bu kimə aydın oldusa əl qaldırsın. Dostlar, məsələn, aydın olmayanlardan kimsə soruşa bilər, tam olaraq hansı hissə, yəni məsələdə hansı etap tam olaraq aydın olmadı, oranı deyim də tam olaraq. Okey. Mən keçim o zaman şeyə, növbəti suallardan birinə.
Hə, burada dostlar, bayaqları o bir sualı izah elədik. Maksimum artan alt ardıcıllıq. Bu sual yadınızdadır sizin. Yəni bayaq dedim elə artan alt ardıcıllıq. Ayrıca məsəl üçün baxın bu sual da şeydir. Yəni bununla ekvivalentdir. Sadəcə burada deyir ki, bəs sıfırlardan ibarət olan maksimumu tapın. Yəni maksimum alt ardıcıllığı tapın. Məsəl üçün buna ideyanı soruşunmu? İdeyanı soruşmayacağım çünki bununla elə eyni şeydir. Elə bunu da olduğu kimi yazarsınız. Belə dostlar, yəni mövzuların hamısını dedik. Sualları da belə önəmli olanları izah elədik. Burada əsas bir dənə sual var idi. O nisbətən digərlərindən çətin idi. Onu indi izah eləmək istəmirəm. İstəyirəm ki, biraz fikirləşəsiniz onun üzərində. Elə bil ki, baxın burada massiv var və deyir ki, massivdə bir dənə elementi bir vahid artıra bilərsiniz. Və deyir ki, massivin bir şey, nətər deyim, massivdə bir dənə elementi seçə bilərsiniz və həmin elementi bir vahid artıra bilərsiniz də. Və soruşur ki, bunu eləyərək ala biləcəyiniz maksimum hasil nədir? Yəni, məsəl üçün, burada məsəl üçün cavab bu biri bir vahid artırmaqdır, 2 eləməkdir və hamısının hasili 16-dır. Belənci, bunu gələn dərsə fikirləşərsiniz. Buradakı mən deyərdim ki, ən çətin sual budur. Yəni, bunu eləməyə çalışarsınız. Dostlar, burada əl qaldırmırsınız. Bu, yəqin, sualı olan soruşsun. Buyurun, Nurhan. Yoxsa bu əvvəlki şeydir, əl qaldıranlardandır. Agün, sualın var, yoxsa əvvəldən qalxandır o əl? Mən əvvəldən qalxandı. Hə, hesab. Dostlar, belə mövzularımız başa çatdı. Suallardan da izah elədim. Belə demək olar, dərsimiz bitibdir. Ümumiyyətlə, şeydən, nəsə kodlardan ya məsələlərdən sual olan, yaxud da ki, ümumi olimpiyada ilə bağlı nəsə ümumi sualı olan varsa, buyursun, versin. Buyur, Kəmran. Müəllim, hal-hazırda siz ADO Universitetində oxuyursunuz da? Mən məzunam, 11-ci sinif məzunuyam. Gələn ildən ADA-da başlayacağam oxumağa. Siz hansı medaldan ADA-ya qəbul olunmusunuz? Yəni tam bilinirdə qəbul olunmusunuz ya yox, cavablar çıxmayıb? Ya, hələ tam cavabları çıxmayıbdı o. Düz orada o cür qeyd olunubdu ADA Universitetinin tələbəsi, amma yəni bir çox adamda elə qeyd olunurdu onsuz ki, onsuz medalla birbaşa qəbuldur da. Hansı medal almısınız? Bürünc, Qızıl medal. qızıl, FO-dan. 11-ci sinifdə. Aha, 11-ci sinifdə. Onu da mənim girə bilərsiniz, mənim fikrimcə. İnşallah. Çox sağ ol. Buyur Elgün. Mənim ADA-ya qəbul 9-cu sinifin medalı ilə getmək olur. Orada bilirsiniz necədir vəziyyət? Dövlət sifarişi var. Dövlət sifarişidəki 30 dənə yer var da dövlət sifarişinə, hansı ki, necə müəyyən olunur? Ümumi şey olur. Elə bil, indi 2026-cı ildir də. 2026-cı ilin RFO-su. Sonra 2025-ci ilin RFO-su, 2024-cü ilin RFO-su nəticələri. Alt-alta yığılır. Elə bil bu ilin qızıl alanlar, sonra bu ilin gümüş alanlar, sonra bu ilin bürünc alanları. Sonra əvvəlki ilin qızılı, əvvəlki ilin gümüşü, əvvəlki ilin bürüncü. Bu cür gedir. Və sıralamada həmin o universitetə müraciət edənlər arasında o 30 nəfərə bir növ. Tam dəqiq 30-dumu bilmirəm, axır o siyahı üzrə, yəni dövlət sifarişi təyin olunur onlara. Dövlət sifarişi olanda da ki, sizə şey olmur. GPA, yəni sizə ümumiyyətlə təqaüd verilir, stipendiya verilir bir növ və siz tam pulsuz oxuyursunuz da. Amma əgər siz bu ilk 30-luqda olmasanız, yəni tutaq ki 9-dan bürünc almısınız və 10-11-də də almamısınız da heç nə. Yenə pulsuz oxuyursunuz. Amma şey olmur da orada. Sizə təqaüd verilmir də, stipendiya verilmir və mən bilən əgər yəni dövlət sifarişindən düşməmisinizsə, o zaman sizin yəni GPA saxlamalısınız da, müəyyən GPA saxlamalısınız ki, şey 4 olsun. üzərindən 3. Bəli, 4 üzərindən 3 saxlamalısınız ki, sizin təqaüdünüz davam eləsin. Amma dövlət sifarişinə girmisinizsə, yəni top o şeyə girmisinizsə, 30-luğa bir növ,
o zaman o cür bir tələbat yoxdur sizə. Yəni medal almısınızsa hər cürə pulsuz oxuyursunuz. Müəllim, bəs 30 nəfər 10-11-ci sinif olsa, 9-da yer çatmasa, şans məsələsidir. Şans məsələsi deyil. Yəni ola bilər ki, çox az adam müraciət eləsin. Yəni 9-dan medal alanlara qədər gəlib çıxsın siyaha, amma bilmirəm o cür olubmu indiyənə kimi. Amma yəni dediyim kimi, hər cürə medal almısınızsa pulsuz oxuyursunuz. Buyur İbrahim. Mən indi yəni əsas götürürlər 11-ci sinifdən medal alanlarda, yəni 9-a. Yəni ən çox üstünlüyü verir 11-lərə də. Necə? Anlamadım. Mən biri var, yəni bir nəfər AB 11-də qızıl medal, bir nəfər AB 9-da qızıl medal. Aha, düzü. Aha. Yəni hə, 11-ci sinif olan, yəni daha sonuncu olan daha siyahıda əvvəldə gəlir. Aynen. Buyur. 8-ci sinifdən baxmırlar, yəni. Yox, 8-ci sinif olmur. 9, 10 və 11. 8-in medalı universitetə şey olmur, təhsilənmir. Aydın. Hə, belə ümumi dostlar, yəni əgər işinizi riskə atmaq istəmirsinizsə, 10-11-də də yəni ciddi hazırlaşmağınız lazımdır. Yəni necə deyim, indi bir çoxunuz yəqin ki aşağı yaş qrupusunuzdur. Burada yuxarı yaş qrupları əlini qaldıra bilər burada. Yox, yuxarı yaş qrupları da var. Əla dostlar, sizə gələcək necə deyim, olimpiada karyeranızda uğurlar arzu eləyirəm. Ümid eləyirəm hamınız çox uğurlu olimpiadaçılar olarsınız, öz arzularınıza çatarsınız. Bugün mənim üçün də çox önəmli və maraqlı bir gün oldu. Sizlə işləmək çox yaxşı bir hiss idi. Hamınıza çox təşəkkürlər eləyirəm. Çalışın və ümumiyyətlə bu soruşduğunuz suallara görə, aktivliyinizə görə hamınıza təşəkkür eləyirəm. Belə dərsimiz bitdi, yekunlaşdı. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Alın müəllim. Sağ olun. Sağ olun müəllim.